Taksi xidmətində bəzən mobil tətbiqdə göstərilən qiymətlə sürücünün tələb etdiyi məbləğ üst-üstə düşmür. Belə bir iddia ilə ATV Xəbərin qaynar xəttinə müraciət daxil olub. Eyni zamanda bəzi sürücülərin ünvana çatmadan sistemdə çatdım qeydi etməsi də narazılıqlara səbəb olub. Taksi şirkətlərinin məsələyə münasibətini öyrənmişik. Ətraflı əməkdaşımız Nurlan Şiraliyev danışır. 4.90 eləndə 6-10 yazmışdı ümumi məbləğ. Bura çatdım endirmə. Aysa sonra endirimi nəzərdə tutub axırı deməlisən ona. Qaynar xəttimizə müraciət edən vətəndaş taksi xidmətlərindən istifadə zamanı müxtəlif problemlərlə üzləşdiyini deyir. Onun sözlərinə görə mobil tətbiqdə sifariş zamanı göstərilən qiymətlə sürücünün tələb etdiyi məbləğ fərqli olub. Bu da sərnişinlə sürücü arasında narazılığa səbəb olub. Göstərmə endirmə edirsən. Aha. Sizə bura çatmışım. Sən əvvəlcə 6.17 deyirsən ki onda. Qabaqda məndə qiymət göstərir. Başa düşdüm. Qabaq sana qiymət göstərir, qiymət satan ora çatanda sən biləcəksən. Diqqət çəkən digər məqam isə bəzi sürücülərin ünvana çatmadan sistem üzərindən çatdım qeydini etməsidir. Sürücü tərəfindən belə bir addımın atılması da sərnişinlərin narazılığına səbəb olur. Taksidə elə bir 7 manat yazmışdı, ünvana çatanda 8 manat 50 qəpik göstərdi. Özünə dedim belə yazmışdı, amma dedim mən də belə yazıbdı. Deyir ki, gəldim çatdım. Mən deyirəm ki, düşürəm, hə, indi. Düşürəm ki, yoxdur. 6 manat yazırdı. Sonradan ünvana çatandan sonra endirimi və s. ləğv elədilər. Ondan sonra isə ünvanına çatan vaxtın qiymət 10 manatdır. Baxmışam ki, mənim applicationımda başqa qiymət yazıb. Onda başqa qiymət yazıb. Artıq pulu tələb ediblər. Sürücülərin bir qismi məbləğin fərqli göstərilməsini tıxacla əlaqələndirsə də, digərləri bunu şirkət tərəfindən yaranan texniki xətalarla izah edirlər. Çatdım və ya yerində qeydlərin edilməsinə gəldikdə isə sürücülər bunu adətən sərnişinlərin ünvana gec gəlməsi ilə əlaqələndirirlər. Sərnişin çaspik vaxt olmayan vaxtı, tıxac olmayan vaxtı sifariş verir. Sərnişində yazır 3 manat 30 qəpik. Bir də görürsünüz ki, yollar bir anlıq bağlanır. Ondan sonra orada nə qədər maşın dayanırsa, o tıxacı nəzərə alıb əlavə, yəni ki, belə deyim, 3.30 yazır 5 manat ya 6 manat. Bəli, endirimi ləğv verirlər. Qabaqcadan basırlar yerindəni ki, yəni müştəri bilsin ki, taksi uca yaxınlaşır, ya buradadır, çıxsın. Yoxsa saatlarla müştəri çıxmır. Ta zəng eləməsə müştəri çıxmır. Bəli, bir neçə dəfə olub. Sürücüdə başqa qiymət göstərir, müştəridə başqa qiymət göstərir. Onunla bağlı o problemlərlə yaşayırıq. Qabaqcadan çatdımı vurursan ki, müştəri çıxsın, heç olmasa yola 1 dəqiqə, 2 dəqiqə. Görürsən müştəri yoxdur, məcbursan ki, sürəsən. Qaldığın üzə kamera çəkir, cərimə gəlir. Məsələ ilə bağlı daşıyıcı şirkətlərdən biri ilə əlaqə saxladıq. Şirkətdən ATV Xəbərə bildirildi ki, səfərin qiyməti yalnız tətbiqdə göstərilən məbləğ əsasında müəyyən olunur. Bu qayda həm sürücülər, həm də sərnişinlər üçün keçərlidir. Bəzi hallarda səfərin yekun dəyəri, marşrut dəyişikliyi, hava şəraiti və ya yol tıxacları kimi amillərə görə fərqli ola bilər. Lakin sürücü tərəfindən əlavə məbləğ tələb olunduğu halda, eyni zamanda sürücü ünvana çatmamış çatdı göstəricisi vurmuş olarsa, sərnişindən tətbiq vasitəsilə dəstək xidmətinə şikayət etməsi xahiş olunur. Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sərnişinlər taksi xidmətində rastlaşdıqları problemlərlə bağlı agentliyin 141 çağrı mərkəzinə və ya sosial şəbəkə hesablarına müraciət etməli, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat verməlidirlər. Belə ki, daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür.